Herkese selamlar dostlar. Bu günler gelmişik saraya babamcılar. Babamla kebap pişirəcəyik. Babam burada kebabı yandırır. Evet, kebap yandı, ocağı. Ocağı yandırır. Kömürü tökür. Kömür tökür yandırır. Sen de öğrenirsen, Ömer de öğrenir. Ömer de bakır, öğrenir ki baba gel biz kilosuna bakacak. Ömer burada artık özü kebap pişirip getirecek babasına. Öğrenəcəm baba, mən də qozalacam, nəvələrimə pişirəcəm. Baba sana kurban olar. Hep siz ne tər görmüşsünüz, elə də öyrənəsiniz. Elə də gedərsiniz. Ben buna arxayınam. Bəli. Dostlar, indi həyatda olan xatirələrimdən danışacağım sizə. Baxın dostlar, biz burada oturmuşduq çöldə. Buralar da hamısı işləyirdi. Baxın dostlar, bu da mənim babamın itidir. Adı qəribdir, qərib. Biz burada oturmuşduq. Bir də gördük ki, qonaqlarımız gəldi. Bir dənə o yadımdadır. Başqa da ki, nə bilim, yadımda olan bir şey yoxdur. Baxın dostlar. Balacaya baxın hələ. Yan gedirə bilirsin. Bak Ömer, bizi kaçkan koyuyoruz ki, kaçka geçmişir. O bir kebap, ocak yanında o bir kebaplar. Güzel kimi kaçkada onlarla beraber pişirecek. Samalarımız da yanır. Deməli dostlar, bu Kalma, salarsan. Bu quzunun bir hissəsidir, antrikot deyirlər. Bunu bilmirəm, özünüz taparsınız, yazarsınız. Bu yabrıskasıdır. Onlar da siz tapın. Bu neydi? Ne bilmirəm, yadımdan çıxdı, siz yersiniz. Bunu da bilmirəm, siz yersiniz. O bizim atayanda. Dostlar, bu lülədir. Bu da bizim kamerasımızdır. Ya da yok, saçdım. Baxın dostlar, bu lülədir. Babam indi mangala kartoşkanın yanına badımcanı da koyur. Onu da koy baba. Dostlar, babamı koşmuşam özümə. Ömer. Şimdi ne niye? Bunu da düzelecek. Sen antrikotu, yapışkanı. Adın bilmediğinde dostların değer. Yazarlar. Geçen yollarda yavaş yavaş düzelt bunun böyrüne. Padnosla bir yerde getirsinler. Burada götürer üstüne. Götür yaparak Ömer. Buradan yaparak da gel. Ben götürelim ev yok. Sen bir getir. İstedim ki getiremezdim. Yok sen bir getir. Bir sen getir. Baba koyacak. Of. Şimdi. Niye böyle çıktı burada? Ömer adım bilmez ona göre. Şimdi.
dostlar, bir vacib söhbətimiz qalıb. Babam qəssabdır. Onun özü həmişə mən gələndə kebab pişirir. İstəyəndə gələrsiniz bura. İstəyənlər gəlib bizim qonağımız ola bilər. Ünvanda Sumqayıt şəhəri Saray. Saray qəsəbəsi. Hə. Abşeron rayonunun Saray qəsəbəsi. Amma buralar çox nəmişliydi. Kebablarımız pişiririk. Baxın dostlar, bunların dostlar içində mənim sevdiyim kartuşka ilə budur. Antrikot. Bu. Senin adın bilmediğimde onu hoşlanmam değil, ona göre adım bilmirəm. Hə Ömer? Hə. Ona göre adım bilmirsən də, hoşlanmırsan da oranı yemirsən də. Hə. Artıq Ömer, dersən patlıcanımız pişib. O neynəmək pişəndən sonra, neynəmək lazımdır? Özləri patlıca qoyaq da. Patlıca qoyaq. İndi mən indi götürüm, sən hələ indi götürməm tökərsən də yerə. Baxım görüm hamısı qəşəng pişib. Bunu mən yavaşça götürüm ki, sən yavaş götürəməzsən. Bunu belə sənə aparaq. Qaba. Qoyaq bura. Babam dostlar əsl kebabçıdır. Qəssab. Səni də öyrədəcəm, öyrənirsən. Qəşəng kebab çəkərsən. Kimlər yesin? Nəvələrim. Nəvələrin yesin. Ay maşallah. Deməli səni babalarım, nənələrim. Onlar. Səni kim öyrədir? Baba öyrədir, o birisi babaya da pişirməlisin ki, o da görsün ki, sən nə öyrənmirsən. Necə pişirirsən? Sən də o baba haçan qonaq çağırasın ki, burada özün kebab çəkəsən, o baba da görsün, sən artıq pişirə bilirsən. Yox, mən elə gedərəm orada pişirərəm. O da lap yaxşı məsləhətdir. Bildim. Dostlar, bir də ki, babam dediyi yerdə də bir də sizinlə vlog çəkmişdik. Maşınımız xarab idi onda. Ömer, lüləmiz artıq hazır olur. Lüləmiz hazır olur. Neynəmək lazımdır? Götürmək lazım. Götürmək lazımdır, evdə nənəgilə demək lazımdır, mamagilə. Sürfəni hazır tez qoysunlar ki, belə kimlər yesin? Bacılar. Onlar xoşlayırlar lüləni. İndi oradan get denən ki, lüləni gətirirəm, hazır olun. Hazır olun. Yana pişirmişəm, gətirirəm lüləni. Getmə. Lüləni gətiririk. Dostlar sağ olun. Burada vlogumuz bitir bugün. Sağ olun dostlar. Göz hakkımız halal olsun. Sağ olun. Sağ ol, sağ ol, sağ ol Ömer. Sen de sağ ol baba.